Conjugaison progressive du français niveau A1, A2, deuxième édition, copyright Clé international 2013. Unité 46. Imperatif. Le verbe en ER. Sonu ER olan fiillerin imperatif şekli. Fransız dilində bilirsiniz, gəlin yada salaq. Fiillerin 4 şəkli var. Indikatif, imperatif, subjonctif və kondisiyonel. Bunlardan ancaq imperatifin adını Azərbaycan dilinə tərcümə eləməyi mən düzgün hesab edirəm. O birisilər tam məncə tərcümə olunmur. Çünki qarşılamır Azərbaycan dilindəki heç nə. Bizim dildə də var feilin şəkilləri, amma əgər tam qarşılamırsa onları tərcümə eləməyin bir mənası yoxdur. Sadəcə fransızca onların nə olduğunu başa düşmək lazımdır. Imperativ amma başa düşmək olur. Imperativ elə əmrdir. Biz baxırıq sadəcə ER olan, sonu ER olan feillərin imperatifine. Formasyon. Burada izah edib necə formə olunur. Deyir, imperatifi düzəltmək üçün on prend, götürürük le présent de l'indicatif de la deuxième personne du singulier. Biz götürürük ikinci şəxsin təkinin, yəni tu. İkinci şəxsin təkinin indikatif, yəni bu şəklin, yəni bizim indiki zamanında. İndikatifin indiki zamanının formasını götürürük. İkinci şəxsin təki formasını götürürük. Bir də nəyə götürürük? Nu formasını, yəni birinci şəxsin cəmini, bir də ikinci şəxsin cəmini, vunu götürürük. Yəni fransız dilində əmr ancaq bu üç şəxslə düzəlir. Tu, nu və vous. D'accord? Azərbaycan dilində bütün şəxslərlə olur. Alman dilində biraz fərqlidir. Ancaq siz, sən olur. Amma fransız dilində bu üç şəxsin olur. D'accord? Et on supprime les prénoms və əvəzlikləri silirik. Əmrdə əvəzlik işlətmirik. Yəni şəxs əvəzliyi. Pour le verbe en ER, ER olan feillər üçün on supprime aussi la terminaison S de la deuxième personne. İkinci şəxsin təkində S olur. ER feillər tu ilə konjuge olunanda feilin sonuna S artırılır. O S'i də silirik. İndi baxaq. Tu regardes S var, düzdür. Tu'nu da silirik, S'i də. Qalır regarde, bax. Yəni sən bax, bax. Sən demək istədiyim adama deyirəm bunu. Nous regardons deyəndə nu'nu silirik, regardons. Vous regardez deyəndə vu'nu silirik, regardez. Bəs bu qədər sadədir imperatif düzəldilməsi. D'accord? Başqa nüanslar var əlbəttə. Bunu A2-də öyrənirik. Amma A1 üçün bu artırılması ilə kifayətdir. Gəlin nümunələrə baxaq, konjugasyona baxaq. Parler feili məsələn. Necə olur? Dedik ki, 3 şəxsin olur. Parle, parlons, parle. Yəni ki, danış, danışaq, danışın. İnkarda yenə eyni qaydada ne qoyuruq feildən əvvəl, pa qoyuruq feildən sonra. Ne parle pas, danışma. Ne parlons pas, danışmayaq. Ne parlez pas, danışmayın. Étudier feili. Étudie, étudions, étudier. N'étudie pas, ne birləşir. Feilə bilirsiniz. Saitlə başlayan feilə. N'étudions pas, n'étudiez pas. Oublier feili, unutmaq. Oublie, n'oublie pas, unutma. Oublions, unudun. N'oublions pas, unudaq daha doğrusu. N'oublions pas, unutmayaq. Oublier, unudun. N'oubliez pas, unutmayın. Prononcez bien le i du radical. Kökün i'sini deyir. Tələffüz edin, onsuz da edirik. Bunu niyə qeydi verib? Ö, ös, önt ne se prononce pas, bu aydın məsələdir. Bəli. Continue, nümunələrə davam edirik. Continue feili. Continue, continuons, continuer. Jouer feili. Joue, jouons, jouer. Commencer feili. Commencer, commence, commençons, commencer. Commençons, fikir verin burada S diye fikir verin. Manger, mangeons, manger.
Dəfə oxuyorum ikinci dəfədir. Mange, mangeons, manger. Mangeon'da bu öğeye fikir verin. Fikrim burada kaldı. Prononcez bien le ü. Ha, continue. Ü'nü deyir, ü kimi tələffüz edin. Continue. Bu continue fiili. Continue. U'nu U kimi tələffüz edin deyir. Ru. Bu aydın məsələdir. Bunlar düz. Sesliyi burada qeyd edib. Bir də bu ö'ləri qeyd edib. Bu ö'lərin niyə qoyulduğunu bilirsiniz. Appeler, appel, lı qoşulaşır. Appelons, zəng vuraq. Appeler, zəng vurun ya da çağırın. Acheter, achète, al. Achetons, alaq. Acheter, alın. İndiki zamanda necə konjuq edilirsə o cürdə. Pay, pay bu iki formada da ola bilər. Payons, payer. Bu həm y ilə yazılır, həm i ilə yazılır. Aller olur va, allons, aller. Être və avoir feilləri bura düşmür deyə onları A2-də öyrənirik. Gəlin qeydə də baxaq, onunla bitirək. Si le verbe est suivi de y ou de en, on garde le s. Ah, okey. Deməli, dedik ki, tü'nün s'ini silirik, düzdür? Fikrin appeldə s yoxdur, aşetdə s yoxdur, burada yox, heç birində yoxdur. Hə, onu, əgər deyir, bu feildən sonra y və ya en pronomları gəlsə, o s-i saxlayırıq. Vas-y deyirlər məsələn, vas-y. Come on kimi. Bu s-i saxlayırıq, tü'dəki s-i. Parle-en, məsələn deyirlər, parle-en. Bu haqda danış. À tes parents. Voilà. Ümid edirəm hər şey aydın oldu. Hər hansı sualınız olsa rəydə soruşa bilərsiniz. Bu videonu izlədiyinizə görə çox sağ olun.